Aziz hanımlar ve beyler, bu pis havada herhalde öz borcumuzu yerine getirip gelmişik burada. Güney Azerbaycan hak seslerini yaşadığımız ülkede İsveç'te onlara çatdıraq. Onların məzlumiyyətini çatdıraq, işgal altında olan Güney Azerbaycan, Ələhvaz, Bəluçistan ve diğer milletlerin haklarını elimizden geldiği kadar İsveç camiasına çatdıraq. Bilirsiniz, indi 2 həftədən çoxdur İran adlanan yerde aclıq ve ekonomi cəhətdən insanlar zor durumda olduğuna göre etiraz aksiyalarına başlayıblar. Ama çok təəssüflə dinci aksiyanı İran rejimi başlayıb dolayı qırmağa. Tamam internet vasitələri hamısı kəsibdir ve heç kəsin o içeride ne kadar kırılıp insanlarımız necə işkəncelərə məruz qalır bilinmir. Ona göre umidvaram ki bizim bu aksiyamız təsiri olsun bu İsveç camiasına, İsveç hükümetine ki herkes, yani tamam ülkeler eləyə bilsinlər öz siyasi gücleriyle eləyə bilsinlər bizim bu milletin azadlığında yardımcı olsunlar. Şimdi burada bizim çıxışçılarımız olacaktı. İlk önce Cavanşir Bey, buyurun. Salam değerli tədbir iştirakçıları, təşəkkürlər ki bugünkü çağrışa müsbət cavab vermişsiniz. Münsitoriyyətdə Güney Azərbaycan və zülm altında yaşayan millətlərin çağrışına cavab verərək burada toplanmışsınız. Toplanışın əsas məqsədi ondan ibarətdir ki, 28 dekabrdan başlanan sinfi və iqtisadi fəaliyyətlər və İran İslam Respublikasına qarşı etirazlar başlanması və minlər və yüz minlər insanı əhatə etdiyi və bir çoxlu şəhərlərdə bu sinfi iqtisadi etirazlar çox müsalimətamış şəkildə həyata keçdiyi bir vaxtda həm içəridə İran İslam Respublikasının qüvvələri və həm xaricdə səltənət tələb rejimə aid olan Rıza Pəhləvinin provokasiyası sayəsində 18-19 8 və 9 yanvarda bu müsalimətaamiz hərəkat qana bulanmışdı. Bugün Sunday Times'in yazdığına göre 16 bindən artıq həlak olan ve 33 bindən artıq yaralanan vardır. Bu kadar insanların aradan getməsinə nə İran rejimi məsuliyyət daşıyır ve nə təəssüflər olsun ki, xaricdə və beynəlxalq qurumlar, dövlətlər və insan haqları məsuliyyət daşımırlar. Bu həlak olanların en azı 50% Azerbaycanlılar ve diğer zəhmətkeş xalqlardan ibarətdir. Təəssüflər olsun ki, İranda yaşayan xalqları bu günlərin nə Rusiya, nə Amerika, nə Avropa və nə digər ölkələr orada xalqları dəstəkləmir və müəyyən hissəsi İran rejimin və yaxud xaricdə geçmişdə şovinisti bir rejimi olan Pəhləvi rejimindən tərəfdarlıq edirlər. Bugün biz yığışdığımız məqsəd ondan ibarətdir ki, İranda yaşayan bütün xalqların, zəhmətkeş xalqların, zülm altında olan xalqların, heç bir milli, mədəni, sinfi hüquqlara malik olmayan xalqların, o cümlədən Azərbaycan türklərinin hüquqlarını burada müdafiə edək. Onların səslərini dünya ictimaiyyatına çatdıraq və deyək ki, bu soyqırım kimi baş verən hadisə insan və bəşəriyyət tarixində silinməzdir və kimsə onların təsdiq elə, himayət eləyə, onun alnında bir nəng ləkə kimi qalacaqdır. Biz mütərəqqi bəşəriyyətdən
rica edirik səslərini ucatsınlar və həlak olanların, məhbus olanların, yaralanların özlərinə, ailələrinə və İranda yaşayan xalqlarının haqlı səslərinə, hüquqlarını əldə etmək üçün yardım etsinlər. Yoxsa İranda gedən hadisələr təkcə İranda bitməyəcək, oradakı olan regionda və bəlkə də bəşəriyyətə bir böyük bir təhlükə yaradacaqdır. Bugün xüsusən İranda yaşayan, zülm altında yaşayan xalqlar bu təhlükəylə üzbəüzdülər. Mən bir daha səsimi ucadıram. Xaricdə çox fəaliyyət göstərən geçmiş Pəhləvi rejiminin, mənhus rejiminin qalıqlarına xəbərdarlıq edirəm. Onların tarixi dosyaları tamamilə qaranlıqdır və bütün xalqlara, o cümlədən Azərbaycanlılara, Kürdlərə, Lollara geçmişdə milli, mədəni soyqırımlar tətbiq etmişlər və indiki hakimiyyətə gəlməkdə heç bir vədələri yoxdur və olsa da ancaq öz cahtələblik və şovinisti məqsədlərini daşıyır. Elə buradan İran İslam Respublikasına bir çürük rejim təkin üst tutub, bundan artıq qırmaq, diktatorluq tətbiq etmək fayda verməyəcək. Yaxşı olar ki, daha bu hökuməti buraxıb xalqların idarəsinə versinlər. Bundan başqa tarixdə yol qoymur xalqların inkişafına. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Çok sağ olun Cavanşir Bey. Güzel çıkış için. Şimdi ise Siyavuş Bey çıkış eləmək istəyir. Buyurun. Değerli soydaşlar, bu yığıncağımızda iştirak edən İran'ın diğer etnoslarının nümayəndələri, gördüğüm kadarıyla Əhvaz xalqının nümayəndələri de burada var. Çok sağ olsunlar. Səməd Bey ve bu mitingi iştirak edən yoldaşlar ve gelen dostlarımızın hamısının ayakları var olsun. Bura gelip çıkmak da o kadar da asan da olmadı. Her tarafta biraz trafik var, biraz inşaat işleri var. Ona göre yer de tapmak mümkün değil. Geç geldiğimiz için affola. Değerli soydaşlar, bugün İran denilen yerde Azerbaycan Türklerinin ve diğer etnik grupların, xalqların, Bəluşların, Lorların, Əhvaz ərəblərinin, Quzeydə yaşayan bizim Qombət, Qoçan Türkmenlərinin əlində və iradəsində olmadan İran deyilən 1.680.000 kvadrat kilometr ərazidə o xalqların iradəsi xaricində bir şeylər baş verir. Bu baş vermə hərəkəti Ərəb baharı ilə başladı. Necə ki biz Libyaya, Suriyaya, Afganistan'a, Irak'a hiçbir şey eləyə bunun içerisine Müslüman toplumları, bunun içerisine Türk halkları ve eləcə de dünyanın hiçbir devleti, hiçbir milleti bir təsirdə olabilmedi. Bu imkansızdı. Niye? Çünkü dünyanı idare edən globalistler, pulu elinde tutan gücler o devletleri parçaladı. O devletlerin içerisinde devletler çıktı. Son 10-15 yılda kan gözyaşı da durmuş. Bu başka bir şey. Biz bunu istemirik. Ve bunu istemediğimiz için buna ne müsbət ne de menfi yönde təsir eləyə Hiç kim eləyə yaşananları görürük hatta Orta Şərqdə. Yani o Fələstin deyilen yerde, o Çibanda, o Çibanı kimlerin elədiği hamısı göz önünde. Biz bunlara hiçbir şey eləyə Sadece baxırıq, seyirciyik. İndi sıra gelip de İran'a bunlar iki ayağını bir başmağa dirib ki bura dağılacak. Biz istesek de dağılacak, biz istemesek de dağılacak. Bu devlet dağılar iken bizim orada 35 milyon, 40 milyon Türkümüz var. Başka milletler var. Onların da hamısının özlerinin hakkı var, hüququ var. Onlar da öz
dillerinde danışmalıdır, yazmalıdır ve en azından demokratik hukuklara sahip olmalıdır. Seçim seçilme hakları olmalı. Yine dediğimiz gibi bu çıbanı kaşıyıplar. Bu çıban illerde var. Son 47 ile molla deyilen bu rejim öz hükmünü sürür. Astığa astık, kestiği kestiktir. Şimdi bizim dostlarımız değil, bazılarımız bilirsiniz Güney Azerbaycan'da son 200 yılda bizim halkımız çok şeylerle imtihan oldu. Karadağlı balası Səttarxan, o büyük Serdar Milli çıktı ve orada bir devletimizi kurdu. Ta Tehran'a kadar onu götürdüler. Orada bir Ermeninin eliyle ona suikast edildiler. Ordusunu mahvedildiler. Daha sonra biz onunla kalmadık. Şehit Mehmet Xiyabani'nin vasıtasıyla adı farklı da olsa yine de Azerbaycanlıları temsil eden bir Azadistan kuruldu. Onun da ömrü çok olmadı ve Şehit Mehmet Xiyabani hareketinden sonra bu dünyanı idare eden yine o emperyalist güçler, Ruslar, İngilizler, Amerikanlar Tehran'da oturdu. Daha sonra bizim Seyit Cəfər Pişəvərinin kurmuş olduğu devleti de, o ikililik devleti de elimizden aldılar. Biz bu unutulmasın ki bizim orada bir cevherimiz var. Bizim orada üstü kül bağlamış bir közümüz var. O Azerbaycan közüdür, o Türk'ün közüdür. O köz orada yanır. Bugün deyirlər ki Güney Azerbaycanlılar niye ayağa durmur? Güney Azerbaycanlılar ayağa çok durdu. Onları çok katlettiler. Hatta bugün İsrail'in pohpohladığı Şahzadesi gidip Amerika'daki oturuptu. Hiç 15 yaşı vardı. İran denilen yerden çıktı gitti. Hiç Farsını da doğru düzgün bilmez. Bugün onu anlayıp puflayıp getir milletin önüne koyuyorlar ki budur. Güney Azerbaycanlılar hamdı mı? Güney Azerbaycanlılar çöreği kulağının dibine mi yiyor? Güney Azerbaycanlılar bunun atasını iti kovan kimi kovdu. İran denilen yerden indi. Hemen adamın oğlunu, hemen irsi, o adamlar ki Azerbaycan'ın kitaplarını yandırdı. Azerbaycan'ın oğlanlarına, kızlarına olmazın işkenceler verdi. Hele bir adamı getirip menüye koyup Güney Azerbaycanlılara dikte eləyənməzsiniz ki budur. Elə o sebepten millet ayağa durmadı. Hatta yaxşı olar ki bu kadar ekonomik sıkıntının var olduğu yerde bu globalistler, Amerika ve bunları idare eden o doların sahipleri öz yerinde otursalar Ehvazlı da ayağa durar, Beluş da, Kürt de, Türk de hamısı ayağa durar, öz haklarını isteyer, talep eder. Ama dikteyle olmaz. Dikteyle olmaz, vəziyyət bu yerdedir. Dünene kadar bilirsiniz, dünya Trump'ın elindedir. Otur deyəndə oturur, dur deyəndə durur. Sağı gösterip sol vurur. Güney İran deyilen yerde molla yenecek diyerken bir görür ki gecenin birinde gelip Maduro'nun evinden alıp aparırlar. Onun için bu adamın getgelleri var. Getgellerin de sebebi var. Odur ki dünen yine dillendirmeye başladı dünen gece. Bu rejim değişecek. Onun için biz hazırlıklı olmalıyız. Olduğumuz bir ülkede elimizden geleni Güney Azerbaycan için, içeri için eləməliyik. Bu arada Türkiye'ye bazı bizim dostlarımızın iratları olur. Türkiye de büyük devlettir. Özü de ne elediğini bilir. Bu herhangi bir çakınaşmanın hele olmadığı, İran denilen yerde, gazanın tam kaynamadığı yerde Türkiye'nin bu işlere biraz soyuq, mesafeli davranmağını da ben elə bilirəm normal karşılamak lazımdır. İş o yere gelir, Suriye'nin, Irak'ın vəziyyətinə düşerse Türkiye'de istemez ki elbette oradan milyonlar yığışsın. Türkiye gelsin ve oradan Kuzey Azerbaycan'a köç eləsin. Sıra hala orada değil ama oraya doğru gelecek. Oraya doğru geldiği zaman Türkiye'nin de değiştiğini göreceğiz. Çünkü Türkiye'nin Zengezur koridorunu aşmak gibi neçə ildir, neçə 10 illerdir meşgul olduğu bir yer var. Orada durarken
Güney Azerbaycan'dan da birbaşa Türkmenistan'a, Özbekistan'a, Kazakstan'a da açılabiliriz. O meselede de öz fikrini bildirim dedim. Sağ ol Samet Bey, var olun. Böyle bir meclis için. Teşekkür ederim. Ben biraz çok tanıştım böyle bir. Bizim indi çıxışımız Əhva tərəflərindən olacaq. Buyurun. و عرض سلام به کل همرزمندگان فرزندان ملل غیر فارس تحت اشغال نظام اشغالگر موسوم به جمهوری اسلامی، البته غیر اسلامی، چون این عنوان و این اسم به عنوان یک کشور اشغالگر که هیمنه و سرکوب بیش از 70% ملل غیر فارس از آذربایجان جنوبی گرفته تا الاحواز و ترکمن و ملل دیگر. پس امروز ما ملل غیر فارس که الان همینطور که در خیابونهای شهرهای خودمون، کشورهای خودمون، از آذربایجان تا بلوچستان و الاحواز سرکوب مستقیم نیروهای تروریستی حشد شعبی و بسیج و همه را روانه ملت همون کرده و سرکوب کشتارها در خیابانهای شهرهای احواز، شهرهای آذربایجان، بلوچستان، ترکمن، صحرا و غیره داره سرکوب میکنه. پس ما ملل غیر فارس هیچ ربطی نه از نزدیک و نه از دور با این نظام اشغالگر رابطه ای داریم. ما در واقع ملل غیر فارس 10 سال داریم مبارزه میکنیم که سرزمین های خود، ملل خود را از این اشغال و از این طاغوت خلاص کنیم. پس نه جمهوری اسلامی، نه پهلوی و نه غیره، بلکه آزادی برای سرزمین های ملت های خودمون و ملل خودمون. كلمة الجبهة الديمقراطية الشعبية الأحوازية في مظاهرات ستوكهولم أمام البرلمان السويدي. سيدات والسادة، أحرار السويد والعالم، أبناء وبنات الشعوب الغير فارسية في جغرافية ما تسمى إيران السياسية، نقف اليوم أمام البرلمان السويدي رمز الديمقراطية وحقوق الإنسان لننقل صوت الشعوب تعرضت لعقود طويلة من الاحتلال والقمع والتمييز المنهجي، وفي مقدمتها الشعب العربي الأحوازي إلى جانب سائر الشعوب الغير فارسية. أن الجبهة الديمقراطية الشعبية الأحوازية تؤكد بوضوح لا لبأس فيه أن الثورة الشعبية المستمرة داخل إيران هي ثورة جميع الشعوب الغير فارسية، وهي ثورة مستمرة ولن تتوقف حتى إسقاط النظام الحاكم واستعادة الحقوق والحرية والكرامة والعدالة وحق تغيير المصير. ومن هذا المنبر نتوجه إلى جميع المجتمع الدولي. İndi bizim Səid Əzizi bəy çıxış eləyəcəkdir. Değerli dostlar, aziz iştirakçılar, her təşkinizdən təşəkkür edirəm, xüsusən Səməd bəydən və bu aksiyanı təşkil edən dostlardan nihayət təşəkkürümüz vardı. Mən dostların dediklərinin tikrarını istəmirəm deyəm, çünki fars dilində mən istəyirəm sözlər deyəm. Həm burada başqa Azərbaycandan əlavə başqa fars dilində və ərəb dilində olan medialar da bunu yayacaq. O baxımdan biz öz peyamımızı onlara çatdırmaq üçün də icazə özləmə bir neçə kəlmə fars dilində də deyəcəyəm. Sonra İsveç dilində də demək gərəkdir. İndi bizim bəyaniyemiz olacaq, oxuyacaqlar. Men kära svenskar, vi är samlade här, vi är från södra Iran, vi är från norra Iran. Vi är samlade här, vi är icke-persiska folk från Iran som idag, som alla vet, hör och ser på media, massaker pågår i Iran mot alla anti-regimaktivister och organisationer som kämpar för frihet i Iran. Vi är samlade här bara för att ska folk höra att vi stödjer de pågående kampen mot terrorregimen i Iran.
دوستان عزیز، من میخواستم چند کلمه هم به فارسی بگم، چون رسانه‌های گروهی غیر آذربایجانی هم این تظاهرات را پخش میکنن، هم مستقیم و هم غیر مستقیم. جمهوری اسلامی فرزند خلف رژیم پهلوی 47 سال است بر این سرزمین حکومت میکند. از اولین روز به سر کار آمدن خود تمامی ملیت‌های غیر فارس را به شدت سرکوب کرده، تمامی آزادی خواهان، تمامی احزاب، سازمان‌های سیاسی را سرکوب کرده و نتیجه آن همین امروز بر همه کس عیان است. امروز متاسفانه اپوزیسیون ایران در یک چیز شریک هستند و آن هم حفظ حاکمیت موجود فارس، نه موجود جمهوری اسلامی، بلکه حاکمیت فارس بر ایران. و این همان نتیجه معکوسی را داده است که امروز ما می‌بینیم. عدم اتحاد اپوزیسیون ایران حول محور یک حکومت غیر متمرکزی که حکومت سیاسی و ثروت این کشور را بر بین ملت‌ها به طور مساوی تقسیم بکند، قدرت سیاسی را تقسیم بکند، نتیجه داده است که جمهوری اسلامی از این خلأ قدرت استفاده کرده و امروز سر کار هست. ما در مقابل تمامی شهیدان، در تمامی کسانی که عزیزان خود را از دست دادن، سر تعظیم فرود می آوریم. ما امیدواریم که مبارزه همه این آزادی خواهان به ثمر بنشیند، جمهوری اسلامی سرنگون بشود، در جای آن یک حکومت برابر حقوق برای همه ملیت‌های ساکن ایران برپا شود. آن روز به نظر ما دیر نیست و دور هم نیست. جامعه جهانی باید ملیت‌ها و ملت‌های ایران را در این مبارزه یاری کند. بار دیگر در دام یک استبداد دیگری که ملت ایران آن را سرنگون کرده است، یعنی پهلویچی‌ها، ما نخواهیم افتاد. پرونده پهلوی برای همه ملیت‌های غیر فارس و حتی برای فارس‌ها مشخص است. حکومت‌های همه ملیت‌های غیر فارس را حکومت پهلوی سرنگون کرده، همه مبارزان آنها را اعدام کرده، به تبعید فرستاده، زبان مادریشون، زبان فرهنگشون، زبانشون رو قدغن کرده و تمامی این ملیت ها را به سوی اسیمیلاسیون سوق داده است. بنابراین ملیت های غیر فارس در ایران بار دیگر برگشتن استبداد پهلوی را نخواهند پذیرفت. این را به خوبی می‌دانند. بنابراین راه نجات ایران این یک پیامی است برای تمامی آنهایی که فکر می‌کنند حاکمیت مرکزگرای ایران، زبان رسمی فارسی، یک ملت، یک دولت، یک پرچم را پذیرفتند. این نشدنی است. ملیت‌های غیر فارس بار دیگر زیر این شعار نخواهند رفت و این به روشنی برای هر کس روشن است. Şah İran'ı terk ediyken en son cümlesi biliyorsunuz. En meşhur cümlesi var. İran, İranistan olacak. Parçasını değil. İran, İranistan xahir şud. Ha. Xümeyni geldi neynədi? Xümeyni geldi getdi Əhvazda insanları qətlam elədi. Sonra çöndü dedi. Didi İran, İranistan nəşud. Gördünüz ki İran, İranistan olmadı. Bunlar biri-birinin al Türkiye Türkleri demişken al birini vur o birisine. O cellat gedib bu cellat gelmek istedir. Bizim dərdimiz onların dərdi ilə fərqlidir. Bizim dərdimiz Azərbaycanda şuarımız bəllidir. Azadlıq, ədalət, milli hükümət. Siyasi hakimiyyətimiz olmayana qədər bu zülmü bizə edərlər. Bizim ən böyük istəyimiz stratejik olaraq siyasi hakimiyyətdir. Hər hansı bir millətin siyasi hakimiyyəti olmasa o əzilməyə, aradan getməyə məhkumdur. Mən vaxtınızı çox almaq istəmirəm. Bir də bunu xatırlatım ki, bu günlərin Güney Azərbaycanın bir çox aydını şənc altındadır. Zindanlar dolduruldu. Bu insanların fəryadları düzdür, pas mediası vermək istəmir. Ancaq fəryadı bunların ailələri, analısı, babıcısı, evlatları küçələrdə çıxırlar, deyirlər atamı azad edin.
Anası durup deyir, oğladımı azad eləyin. Biz onların da səsi olmalıyıq. Oradakı insanlarımıza da deməliyik ki, biz sizləri unutmayamışıq. Biz o günləri ki, bu günlərimizin gençlərimizə yaşadırlar, onları biz də görmüşük. Onun üçün onların səsi olmaq, fəryadı olmaq hamımızın vəzifəsidir. Mən sağ olun, həm Əhvaz ərəblərindən, həm də Azərbaycanımızın bu günlərin İsveçdə yaşayan Azərbaycanlılardan təşəkkür edirəm. Çox sağ olun ki, bu fürsətdə mənə verdiniz ki, öz ürək sözlərimi sizinlə paylaşam. Çox sağ olun. Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Azərbaycan şərəfdir, Pəhləvi molla fars bir şərəfdir. Şahiyəm, nəşəkçi, millətçiyəm, millətçi. Ne şahçıyam ne şehçi, milletçiyem milletçi. Nə şahçıyam, nə şəhçi, millətçiyəm, millətçi. Azerbaycan öz yolunu tapıptı, vilayeti, saltanati atıptı. Azərbaycan öz yolunu tapıbdır, vilayəti, səltənəti atıbdır. Kära damer och herrar. Tack för till er som har kommit hit för att stötta och som är emot den fascistiska persiska regimen. Den iranska regimen försöker tysta fredliga demonstranter genom massakrer. De icke-persiska folk som lever under iransk ockupation har fått sina rikedomar av den fascistiska persiska regimen. Dessa tillgångar har spenderats på terrorgrupper i Syrien, Libanon, Gaza, Yemen och andra länder. Vilket har lämnat de nationaliteter som bor i det så kallade Iran i fattigdom, arbetslöshet och med höga levnadskostnader. Folket som dagligen lever under svåra förhållanden med förvärrade villkor och prisökningar inledde fredliga protester mot den iranska persiska mullah-regimen som är orsaken till denna misär. För att förhindra dessa protester som sprider sig dag för dag har den iranska terrorregimen använt besinningslöst våld. De har dödat tusentals människor i Iran, inklusive i Sydazerbajdzjan, samt skadat och fängslat tusentals. Efter uppmaning från Sydazerbajdzjanska organisationernas samarbetsråd, som kallas för GATESH, gick folket ut på gatorna i många städer i Sydazerbajdzjan den 10 och 11 januari. Med slagord som Azerbajdzjan är heder, Pahlavi är hederlös, Khamenei är diktator och andra nationella slagord uttryckte de sin protest mot den iranska ockupationsregimen. Under dessa protester öppnade regimens väpnade styrkor eld mot vårt folk med tunga vapen i Sydazerbajdzjans städer, riktade in sig på civilbefolkningen och dränkte protesterna i blod. För att dölja sina brott för omvärlden har regimen brutit alla kommunikationssystem. I mer än en vecka har internet och telefonförbindelserna i Sydazerbajdzjan varit avbrutna. Genom att utlyssna undantagstillstånd fortsätter regimen sina mord och sin plundring långt från världssamfundens blickar. Folket i Sydazerbajdzjan har upprepade gånger utsatts för massakrer av såväl Pahlavi-monarkin som Mollah-regimen. Särskilt minns vi 1946 då över 30 000 azerbajdzjaner massakrerades och Sydazerbajdzjan ockuperades genom Pahlavis försorg. Vi har inte glömt dessa massakrer. Vi kommer inte att glömma dem och vi kommer inte att låta dem glömmas. Just av den anledningen har vårt folk i Sydazerbajdzjan funnit sin egen väg. I varje aktion skanderar folket att de har förkastat båda prästerskapet och monarkin. De kommer aldrig att underkasta sig någon Iran-centrerad stat. Vi sydazerbajdzjaner fördömer den iranska mullah-regimen brott och fördömer samtidigt Pahlavidistins försök att utnyttja protesterna. Med ledorden
varken shah eller sheikh självständighet. Fortsätter vi vår kamp för att upprätta staten Syd-Azerbajdzjan. Idag vädjar vi till Sverige och det internationella samfundet. Öka de politiska och diplomatiska påtryckningarna för att tvinga den iranska persiska regimen att stoppa massakrerna. Skicka journalister för att belysa omfattningen av de brott som begås. Ställ företrädare för den iranska ockupationsregimen inför internationell domstol för dessa brott. Frige alla politiska fångar villkorslöst. Stöd kampen för självbestämmande hos de icke-persiska nationalister som utgör majoriteten av befolkningen som tvingas leva under iransk ockupation. Fred, stabilitet och demokrati i Iran och regionen är endast möjligt genom att erkänna dessa folks rättigheter. Det är omöjligt att återinföra den reaktionära monarkin för folken i det så kallade Iran under täckmantel av territoriell integritet, och det kommer inte att leda till något annat än inbördeskrig. För att undvika inbördeskrig i det multinationella Iran och för att möjliggöra en övergång för den styrande iranska persiska terrorregimen bör en dialog inledas med ledarna för de icke-persiska nationalisterna. Değerli dostlar, Güney Azerbaycan Təşkilatları Əməkdaşlıq Şurasının yazdığı bir bəyaniyyədir, bir açıqlamadır. Bunu mən sizlər üçün oxuyuram. Bu şəkildə yazılır. İran işğalında yaşayan qeyri-fars xalqlarının var sərvətini faşist Fars hakimiyyəti tərəfindən qəsb edilib Suriya, Livan, Gazze, Yemen ve dünyanın başka ülkelerinde terör gruplarına sərf edilərək İran adlanan yerde yaşayan milletleri yoksul, işsiz ve bahalıkla üzbeüz bırakıldılar. Günü günden zor şərtlər ve ağır bahalıq altında əzilən xalqlar bu bədbəxtliyin baisi olan İran Fars Molla rejimine karşı dinç itirazlara başladı. İran terör rejimi günü günden yaygınlaşan bu itirazların karşısını almak için misli görünmeyen şiddet uygulayarak minlerle insanı İran'da esir halklardan, o cümleden Güney Azerbaycan'da da katledip ve minlerini yaralayıp hapsedipler. Güney Azerbaycan Təşkilatları Əməkdaşlıq Şurası çağrışı altında yanvar ayının 10'u ve 11'inde Güney Azerbaycanlı birçok şehirinde halk xiyabanlara çıkıp Azerbaycan şerefti, pehlevi bir şerefti, Xameni diktatur vesaire kimi şuarlarla çıkış edipler. Bu itirazlarda İran işgal rejiminin silahlı kuvvetleri ağır silahlarla Güney Azerbaycan şehirlerinde halkımıza ateş açıp dinç əhalini hedef alarak itirazlarda kana boyuyorlar. İran Fars terörist rejimi işlediği cinayetleri dünya içtimaiyyətindən gizli tutmak için bütün irtibat sistemlerini kesip ve bütün bir həftədən artıqdır ki Güney Azerbaycan'da internet ve telefon əlaqələri kesilip hükümet fövqəladə hallar elan ederek dünya içtimaiyyətinin gözünden uzak getiriler hayata geçirir. Güney Azerbaycan halkı diktatör Pehlevi, eləcə de diktatör Molla rejimi tarafından defalarca qırğına uğramış. Özellikle de menfur Pehlevi tarafından 1946 ildə 30 binden aşkın Azerbaycanlını qətl ederek Güney Azerbaycan Pehlevi eliyle işgal olmuştur. Biz bu katliamları unutmadık, unutmayacak ve unutturmayacağız. Məhz bu sebepten de halkımız Azerbaycan öz yolunu tapıptır, vilayeti, səltənəti Atatürk şuarını her bir eylemde seslendirecek. Azerbaycan öz yolunu tapıptır. Azerbaycan öz yolunu tapıptır.
Biz bugün burada İsveç ve dünya içtimaiyetinden bunları isteyirik. Siyasi diplomatik baskıları artırarak İran-Fars rejiminin katliamını durdurmağa mecbur edilsin. Jurnalist göndererek işlenilen cinayetlerin boyutları ışıklandırılsın. İran işgal rejimi yetkilileri bu cinayetten dolayı beynelhak mahkemeye celp edilsin. Bütün siyasi tutuklular qeydsiz ve şersiz azat edilsin. İran işgali altında yaşamaya mecbur edilmiş nüfusun çoxluğu teşkil eden qeyri-Fars millətlərinin öz talihlərini müəyyən eləmə mücadiləsinə dəstək olsunlar. İran ve bölgede barış, subat ve demokrasi sadece bu haklar hüququn resmiye tanınmasıyla mümkündür. İran adlanan yerde yaşayan halklara arazi bütövlüğü örtüyü altında tekrardan irticacı şahlık rejimini temin etmek mümkün değil ve iç savaşından başka hiçbir sonuç olmayacaktır. Çok milletli İran'da iç savaş çıkmadan hakim İran-Fars terör rejiminden geçit için gayri-Fars milletleri liderleriyle diyalog başlatılsın. Bundan ibaret. Çok sağ olun Siyavuş Bey. Bizim zamanımız demək olar az qalır qutara. Ona göre yavaş yavaş buradan ayrılmalıyız. Çok sağ olun herkese ki geldiniz. Sayın Mustafa Bey, Ayki Bey, Ali Bey. Çok teşekkürler ki geldiniz. Bizim sesimizi az da olsa imkan daxilində bizim Türkiye medyasına çatdırırsanız çok seviniriz. Rahim Bey, siz de həmçinin sesimizi Azərbaycana çatdıra bilsəz çok seviniriz. Teşekkürler hamı geldiğiniz için. Sağ olun.